insan dilini qoruduğu təqdirdə mütləq Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən açıq aydın xəbər verilmişdir ki, Allah Rəsulu ona zamin olmuşdur ki, qiyamət günü onun cənnətə daxil olması barəsində. Və çox mühüm məsələdir. Əgər insan dilini qoruyarsa, mütləq cənnətə daxil olacaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın İmam Buxarinin rəvayət etdiyi bir hədisdə bildirir. Səhl ibn Sədin rəvayət etdiyi hədisdir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə iki çənəsi arasındakını və həmçinin iki qıçı arasındakını qorumasına zəmanət verərsə, mən onun cənnətə daxil olmasına zamin olaram. İki çənə arasında olan nədir? İnsanın dilidir. Və eyni zamanda iki qıçı arasında da olan onun övrətidir. İnsan əgər bunu qoruduğu təqdirdə Rasulullah sallallahu aleyhi və səlləm açıq aydın bildirir ki, mən onun cənnətə daxil olması üçün zaminəm. Zamin duran kimdir əziz qardaşlar? Rasulullah sallallahu aleyhi və səlləm. Allahın elçisidir. Zəmanət altına alınmış olan kimdir? Dilini qoruyan kəs. Və o kəs nəticə etibarilə nəyi qazanır? Cənnətə daxil olmağı qazanır. Ona görə insan dilini qoruduğu təqdirdə və həmçinin necə ki Rasulullah hədisdə bildirdi, iki qıçı arasındakı olanı qoruduğu təqdirdə açıq aydın bildirir ki, mən onun cənnətə daxil olması üçün zəmanət verirəm. Və həmçinin əziz qardaşlar, insan dilini qoruduğu təqdirdə bir mənalı olaraq nicat tapacaq, qurtuluşa nail olacaq. Və həm dünyada və həm də axirətdə. Uqbə ibn Amirin hədisində diqqət edin. Rasulullah sallallahu aleyhi və səlləmin səhabəsi Rasulullaha belə deyir. Qultu ya Rasulallah, mə ən-nəcət. Dedim ki, ey Allahın Rəsulu, nicat nədədir? Qurtuluş nədədir? Uğur nədədir? Fikir verin. Rasulullah açıq aydın bildirir bu hədisdə. Buyurur ki, dilini qoru, dilini saxla. Və həmçinin qoy evin sənin üçün geniş olsun, evini geniş et və sən öz xətaların, günahların üçün ağla. Hədisdə qeyd olunan əsas önəmli olan nöqtə nədir? Allah Rəsulu açıq aydın bildirir ki, insanın nicat tapmasının, insanın qurtuluşunun başlıca səbəbi dilini qorumasıdır, dilini saxlamasıdır. Nədən? Qeybətdən, nəmmamlıqdan, fuhuş ifadələrdən, günahlardan, günahlara səbəb olan bütün nə ki var onlardan, Allahın qəzəbinə gətirəcək bütün hər şeydən insan dilini qoruduğu təqdirdə Allah Teala onu nicata çatdıracaq.